Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. 2025-ci illə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsaitin həcmi 10% artırılacaq. Bunu bugün deputat Vüqar Bayramov Milli Məclisdə 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyalarında artım gözlənilir. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək. Deputat onda bildirib ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7% artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən gələn ildən pensiyalar 9,2% artırılacaq. Bugün Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Magdalena Grone ilə görüşüb. Görüşdə Azərbaycan Avropa İttifaqı əməkdaşlığının hazırki vəziyyəti və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub. Xüsusi nümayəndə Avropa İttifaqının Vaşinqton zirvə görüşü çərçivəsində əldə olunmuş nəticələrə dəstək verməyə hazır olduğunu bildirib. Ceyhun Bayramov isə öz növbəsində sülh prosesi üzrə əldə edilən irəliləyişlər barədə məlumat verərək ölkəmizin mövqeyini qarşı tərəfə çatdırıb. Gələn il şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı üçün 50 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev Milli Məclisin Əmək və Sosial Siyasət Komitələrinin birgə iclasında bildirib. Nazirin sözlərinə görə gələn il üçün dövlət büdcəsindən sosial sahəyə 2 milyard 834 milyon manat vəsait ayrılması planlaşdırılır. Bu cari illə müqayisədə 112 milyon manat çoxdur. Anar Əliyev onu da əlavə edib ki, növbəti il üçün yaşayış minimumu və ehtiyac meyarının 285 manatdan 300 manata artırılması proqnozlaşdırılır. Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisindən keçidinə imkan yaradılmasını yüksək qiymətləndirib. Bu barədə Ermənistanın baş nazirinin müavini Miguel Grigoryan Armin Pressə açıqlama verib. Onun sözlərinə görə Moskva-Bakı-İrəvan xəttində başlayan logistika əməkdaşlığı regionda qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Rusiyalı həmkarlarımın bu istiqamətdə göstərdiyi səyləri yüksək qiymətləndirirəm. Bu hadisə qarşılıqlı etimadın möhkəmlənməsi və sülh gündəliyinin irəlilədilməsi baxımından xüsusi önəm daşıyır, deyə Qriqoryan bildirib. Xatırladaq ki, noyabrın 4-də Rusiyadan Azərbaycan və Gürcüstan ərazisi üzrə tranzitlə hərəkət edən buğda yüklü 15 vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına göndərilib. Noyabrın 6-sına gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayın 5-dən 6-sına keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 9-13, gündüz 15-18 dərəcə isti olacaq. Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.